Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Gördüyünüz halda bir növbəti də sensor bitminitkanı quraşdırdım. Qəşəng səliqəli kulturnu dəf kimi qəşəngcənə. Gördüyünüz halda görürsünüz, yenə də oynaq rezvadan istifadə etmişəm. Yəni səliqə səhmandan, yəni uzun ömür keyfiyyətlə. Görürsünüz, hər iki hissəsi oynaq rezva. Bura kəpənək krantı atdım. Yəni dədə-babadan kəpənək krantları onlar daha yaxşıdır, üstündür. Rahat saxlayır, qaz sızıntısı olmur. Gördüyünüz halda oynaq rezva ilə daha da yaxından görsədim. Filtr əlavə etdim bura. Bir dənə də dediyim halda oynaq rezva atdıqdan sonra bir dənə də krant əlavə etmişəm bura. Yəni lazım olduqda bunun içini açıb dəyişmək olur. Ütüyə zada ehtiyac olmur. Bu da növbəti videoda demişdim. Yəni burada at-xot yığılarsa açıb təmizləmək rahatdır. Bəziləri, bir də onu deyim, bəziləri var, yorumda yazır ki, bu filtri görürsən, bu filtr tərsə qoyulmalıdır, əks istiqamətdə olmalıdır. Xeyr, səhviniz var. Filtrin içinə setkanın içərisindən bu qaydada qoyulanda, setkanın içərisindən daxil olub gedərsə, yığıntı setkanın içində qalır, çıxara bilirsən. Tərsə qoyanda setkanın üzərinə yığılır. Sən setkanı çəkəndə yığıntı xəttin içərisinə daxil olur. Yəni, o vaxtda birinci yerinə çatın, dəqiq məlumatınız olsun, sonra yorum yazın. Yəni, hər məlumatı olmayanda yazır, işi bilən də yazır, bilməyən də yazır. Bəzi, yəni, elə diqqət eləyin ki, yəni, fikirləşib nəyəsə izah eləyin. Yaxşımı, qurban sizə? Bu gördüyünüz oynaq rezva qaydada qəşəngcə kulturnu dəf kimi. İndi suyumuzu da sadəcə bir dənə baxın, suyu da açdıqda şişə düşməyinə də baxırsınız. Bir dənə qəşəngcənə sukun şişə düşməyi. Görürsünüz, qəşəng səliqəli kulturlu. Sizin də ehtiyac olarsa qulluğunuzdayıq. Bir də zəhmət olmasa, YouTube kanalıma Mərifət Usta TV abunə olun, bildirimi açın, zəhmət olmasa. Ətraflı məlumatda videolarım da var orada, girib izləyə bilərsiniz. İşinizə yarayan videolardır. Kim izləyir, özünə xeyirdir. İzləməyən də gedir cibinə xərc eləyir, əlavə xərcə çıxır. İzləyən xərcə düşmür, izləməyən xərcə düşür. Sağ olun, Allah amanında. Gələn görüşlərə dək. Qoy özümü də çəkim, qoy mən də düşüm. Sağ olun, Allah amanında. Gələn görüşlərə dək. Bir də telefon nömrəmi yazın. 055 774 88 46. Allah amanında. İşləriniz uğurlar.